Deməli belə, gəldik ən çətin mövzulardan birinə, 2 yaş sindromuna. Niyə ən çətin mövzulardan biri? Çünki mən asfaltın ortasında, deməli maşın yolunun ortasında topla oynamaq istədiyi üçün qızıma icazə vermədim deyə özünü asfalta çırpıb, quma, palçığa batırdığı günü xatırlayıram bu mövzudan danışanda. Və yaxud da ki, sırf bilmirəm, bekarçılıqdan mı deyim, yoxsa belə qıcıq olsun mu deyim, nə deyim bilmirəm. Yəni, nə səbəblər olduğunu bilmədiyim halda bazarın ortasında yalan olmasın yarım saata qədər oturduğum günü xatırlayıram. Hətta bununla bağlı TikTokda bir videoda paylaşmışdım. Bəlkə də kiminsə qabağına çıxıb. Yəni, bu mövzudan danışanda o günlərə geri qayıdıram ki, daha da bəlkə də şedevrlar olub, amma niyyəsə mənim yadımda qalanlar ən çox bunlardır. Deməli, mövzumuz dediyim kimi 2 yaş sindromudur. 2 yaş sindromu niyə başlayır, hansı dövrləri əhatə edir, bugün bunlarla bağlı da danışırıq. 2 yaş sindromu uşaqlarda 18 aylığından etibarən başlayıb 3 ay yaşına qədər davam edə biləcək bir prosesdir. Yəni, uşaqlar bunda 18 ayında başlaya bilər, uşaqlar 20 ayında başlaya bilər. Yəni, uşağın inkişafından və özünü ifadə edə bilmə qabiliyyətindən asılı olan bir şeydir. 2 yaş sindromu nə üçün olur deyə soruşsanız, araşdırırsanız özünüzə görərsiniz ki, uşaqlar bu dövrdə öz duyğularını ifadə edə bilmirlər. Söz bazaları az olur, yəni fikirlərini sözlə ifadə edə bilmirlər. Hisslərinin, duyğularının nə olduğunu bilə bilmirlər. Məsəl üçün, acdırsa, aclığın nə olduğunu bilə bilmədiyi üçün və yaxud da ağrıyırsa, ağrının nə olduğunu izah edə bilmədiyi üçün bu dönəm onlarda biraz daha çətin keçir və özlərini ifadə edə bilmədiyi üçün müxtəlif yollara əl atırlar. Bu yollar hansılardır? Belə ki, 2 yaş sindromunda uşaqlar səbəbsiz yerə ağlaya bilirlər, ağlama krizlərinə girə bilirlər. Sizinlə durduq yerə inadlaşa bilərlər, heç bir səbəb yoxkən inadlaşmalar edə bilərlər. Yuxu rejimləri bərbad olur, yuxu rejimləri çox pis şəkildə pozulur, iştahsızlıq yaranır, yeməklərlə ciddi bir problem yaşayırlar. Durduq yerə özünü yerlərə ata bilirlər ki, bəlkə də qabağınızda bu tərz videolar çıxıb, özünüz də görmüsünüz. Səbəbsiz yerə qışqıra bilirlər, vura bilirlər. Bu proseslər əgər sizdə də baş verirsə, gözünüz aydın, siz də 2 yaş sindromuna keçmişsiniz. Bu zaman bəs biz valideynlər nə etməliyik? Təbii ki, hər zamanki kimi əsas güc yenə bizə düşür, ən çox da analara düşür. Ən önəmlisi sakit qalırıq, aqressivləşmirik, stresə düşmürük və uşağımıza bunların heç birini hiss elətdirmirik. Daha sonra çox yaxşı olar ki, uşağınıza seçim haqqı verəsiniz. Məsəl üçün, deyək ki, siz ona yemək təklif edirsiniz və o bu yeməyi istəmirsə, siz bir neçə çeşid yemək hazırlayın. Məsələn, mənim yadımdadır ki, mən bir dəfəyə 3-4 cür yemək hazırlayırdım bir ara. Makaron pişirirdim, qreçka pişirirdim, aş pişirirdim və s. Düzəldirdim. Üçünü də eyni vaxtda gətirirdim qarşısına ki, tütü hansını yiyək. O da özü üçün seçirdi, bir qaşıq bundan yeyirdi, qalırdı, gedirdi. Ən azından bir şeylər yemiş olurdu. Və yaxud da ki, geyinmək istəmir ki, geyinməmə sindromu ilə bağlı da ayrıca bir video paylaşmışdım daha öncə. Əgər bu problemlə yaşayan valideynlər varsa, o videoma baxa bilərlər. Əgər geyinməyi rədd edirsə, siz yenə də ona alternativ gətirirsiniz. Qırmızı köynəyimi geymək istəyirsən, yoxsa çəhrayı köynəyimi geymək istəyirsən tərzində və yaxud da ki, getmək istəyirsiniz, alternativlər verirsiniz. Parka mı gedək, marketə mi gedək və s. və ilaxır. Yəni, bu şəkildə uşaqlarınıza seçim haqqı verirsiniz ki, o öz istəyini seçmiş olsun. Yəni, ümumiyyətlə, uşaqlara bir nöqtədən sonra artıq seçim haqqı mütləq verməlisiniz ki, bu onların həm özünü inkişaf etdirməsində, həm öz güvənli olmasında, gələcəkdə öz qərarlarını düzgün şəkildə vermələrində çox önəmli bir rol oynayır. Bundan xaricində təbii ki, hər zaman bütün videolarımda dediyim kimi uşaqlarımızı bol-bol qucaqlayırıq, onlara sevgi göstəririk, onlara göz təması qururuq, öpürük, bağrımıza basırıq. Çünki uşaqlar hamısından dəyərli, hər şeydən dəyərlidirlər və siz bunları etdiyiniz zaman uşaq özünü güvəndə hiss edir.
az önce elədiyi şeyin o kadar da anlamlı olmadığını başa düşür ve beləcə yavaş-yavaş elədiyi şeydən əl çəkməyə başlayır. Sonuncusu isə və ən önəmlisi isə heç bir şəkildə uşağımızı cəzalandırmır. Bəzən çox təəssüf ki, ola bilir. Analar və atalar uşaqlarına sərt davranırlar. Demək istəməsəm belə müxtəlif kobud rəftarlar edirlər. Təəssüf, çox təəssüf. Ona görə belə şeylərdən uzaq dururuq, uşaqlarımızı qoruyuruq. Çünki niyə? Uşaqlar bizim gələcəyimizdir. Onlar bu dünyadakı ən gözəl, ən əziz, ən doğma varlıqlardırlar və ən məsum canlılardılar. Bir neçə müddətdən sonra böyüyəcəklər və bu günlər içində əmin olun ki, darıxacaqsınız. Buna görə də uşaqlarınızı sevin, qoruyun, onlara bol-bol sarılın. Hələlik özünüzə yaxşı baxın.